Əziz 7-ci sinif, növbəti mövzumuzla davam edək. Sonsuz dövrü onluq kəsir. Və əvvəlcə gəl bunun konspekti ilə tanış olaq. Çünki kitabda biraz qarışıq yazılıb. Və yenə də xatırlayım ki, bu konspektləri, sonra videoları mən ödənişsiz WhatsApp qrupumda paylaşıram. WhatsApp'ın qrupun linkini açıqlamada qeyd edəcəm. Oradan daxil ola bilərsən. Eyni zamanda bir xahişim də var ki, kanalımızın böyüməsi üçün əgər abunə olmadan izləyirsənsə, mütləq abunə ol və videonu like edib şərh yaz. İndi isə keçək öz dərsimizə. Deməli, mövzu hissəsini yəqin ki, öyrəndin. İndi keçək misal hissəsinə. Deyir ki, sonsuz dövrü onluq kəsirin dövrünü göstər və kəsiri qısa şəkildə yaz. Aha, bax, sonsuz dövrü onluq kəsirin dövrü, indi konspektdə də gördün, burada da oxuyacaqsan ki, vergüldən sonra təkrarlanan ədədlərdir və yaxud da rəqəmlərdir. İndi burada da vergüldən sonra birinci ədəddə 7-lər təkrarlanır, düzdürmü? Deməli, onda bunun üçün biraz bunu böyüdək. Yazırıq ki, dövr 7-dir. Biraz qələmimizi şeyləyək. Aha. İndi deyir ki, qısa şəkildə göstər. Qısa şəkildə bilirsən necə göstərilir? Bax, tam hissəni yazırsan, heç onunla işimiz yoxdur. Sonra dövr hissəni mötərizənin içində yazsan. İndi gözəl şagirdim. Mötərizənin içində yazanda deyərsən, ay müəllim, bəlkə burada 77 təkrarlanır, bəlkə burada 777 təkrarlanır. Bəli, ola bilər, amma eyni rəqəmlərdirsə bunlardan sadəcə birini yazırsan və salam. Gəl indi B-yə baxaq. Birinci dövrü tapşırılmışdı da bizə. Dövr hansı rəqəmdir? Hansılar təkrarlanır? 2 və salam. Aha, yaxşı, bəs bunu qısa şəkildə necə yazım? Deməli, 0 tam yazırsan, bax, bu hansı ki təkdir, vergüldən sonradır. Bunu birinci yazsam, mötərizənin içində yazma. Mötərizənin içərisində yalnız təkrar olunanlar yazılır. Və salam. Gəlin də bura baxaq. Deməli, qarşıya neçə tam yazacaqsan? Əvvəl dövrünü yazaq. Dövr neçə imiş? 8 imiş. Bu heç. Sonra, indi bunu qısa şəkildə göstər deyirsə, 2 tam mötərizənin içərisində 8 yazırıq. Növbəti dövrünü istəyirsə, dövrü neçə imiş? Bax, 36 gedir. Deməli, dövrümüz 36 imiş. Qısa şəkildə yazış deyəndə mənfi bir tamı yaz. Mötərizə daxilində 36-nı yazırıq. Gəlirik bura. Baxaq, dövrünü təyin eləyək. Bax, məsələn, 254 olsaydı, o birisi 254 yoxdur. Deməli, bunun dövrü 254 deyil. Bəs nədir? 2-ni kənara atsam, 54 gedir. Aha, deməli, bunun dövrü 54 imiş. Qısa şəkildə yazaq. 0 tam, 2 tək idi axı, dövrə daxil deyildi. O yüzden 2-ni yazıram. Digərlərini isə 54 yazıram. Yəni, dövrünü isə 54 yazıram. Bu oldu bizim 3-cü tapşırığımız. Keçək 4-cü tapşırığımıza. 4-cü tapşırığımızda isə bizdən görək nə istəyir? Sonsuz dövrü onluq kəsiri vergüldən sonra 6 dənə deyir rəqəmini təkrar yaz. Gəl yazaq. Deməli, bunun üçün, əziz şagirdim, nə edəcəksən? 0 tamlığı yaz. Mötərizənin içərisindəki rəqəmlər ki var, onu 6 dənə təkrar yaz. Vəssalam. 6 dənə yazarsan, qutardı getdi. Gəl bura baxaq. Deməli, 0 tam yazacağıq. Bir şeydə diqqətli ol. Hansı ki mötərizənin içində deyil, onu
6 dənə təkrar yazmayacaqsan da, onu tək yazacaqsan. Onu tək yazacaqsan. Və indi 6 dənə olmaq, mənə deyir 6 dənə elə də. 6 dənə olmağım üçün deməli mən bu 7-dən ən çox təkrar eləyə biləcəyim həmin o mötərizənin içindəkidir. Deməli 7-dən 5 dənə yazmalıyam ki, ümumi vergüldən sonra 6 dənə olsun. Gəl bura baxaq. 3 vergül, deməli 42, 42, çünki vergülün şeyin içindədir axı, mötərizənin. Yazdım, 6 dənə oldu mu? Oldu. Keçdik. Bura baxırıq 1 tam, 3-dən yalnız bir dənə yaza bilərəm. Başqa təkrar elətdirə bilmərəm. Onda mən təkrar elətdirəcəyim 82-dir. Və 6 dənə olması üçün 1, 2, 3, 4, 5, onda məcbur burada 8-i yazmalıyam, 2-ni yazmamalıyam. Gəldik bura, mənfi 0 tam 25 bir dənədir. Çünki vergüldən sonra mötərizədən qabaqdır. Buna deyirlər dövrə qədərki hissə. Amma dövr edən 3-dürsə, 3-dən bəli yazaram 4 dənə ki, bura 6 dənə olsun. Belə. Keçdik cədvələ. Sonsuz dövrü onluq kəsir verilib və biz bunun cədvəlin xanalarını bir-bir doldurmalıyıq. Mən istəyirəm qələmin biraz da nazik eləyim. Nə rəngdə yazım görəsən? Gəlin görək yazsın. Aha. Nümunə var, nümunəyə yəqin ki baxırsınız. İndi gəlin biz öz misallarımıza baxaq. Bax bunu yazıram indi. Bax, necə yazırsan? Qısa yazılır. 2 tam mötərizədə 7 yazdım. Tam hissə neçədir? 2 tam yazmışdıq da 2. Dövrə qədər rəqəmlər. Bax, dövrə qədər bilirsən hansı olur? Vergüllə mötərizənin arasında. Varmı? Xeyr, yoxdur. Yazıram, yoxdur. Dövr. Dövr hansıdır? Mötərizənin içindəki. Hansıdır? 7. Oxunuşu. Deməli yazırıq ki, 2 tam dövrdə 7. Və sonra siz onu sözlə yazarsınız əlbəttə. Gəldim buna. 1 tam yazıram. Baxıram hansılar təkrarlanıb. 28, 28, 28. Aha, onda mən mötərizənin içərisində 28 yazacağam. Tam isə 1 tam. Dövrə qədər, yəni vergüllə mötərizə arasında nəsə var? Yoxdur. Bəli. Dövr 28. Oxunuşu 1 tam. Dövrdə 28. Bura baxıram. 0 tam. 3 təkrar olunubmu? Xeyr. 3-ü yazıram mötərizəyə qədər. Mötərizənin içərisində isə 6 yazıram. Tam isə 0. Dövrə qədər 3. Çünki mötərizə ilə cihazlandır. Dövr 6. Oxunuşu 0 tam. Onda 3. Dövrdə 6. Bura baxıram 5 tam. Deməli 12 təkrar olunmuyub, amma sonra 3 təkrar olunub. Deməli tam hissə 5. Dövrə qədər 12. Dövr 3. Oxunuş 5 tam. Yüzdə 12. Dövrdə 3. Belə. Əziz şagirdlər, səhifə 14-ü bitirdik, amma digər səhifəmiz, digər videomuzda görüşəcəyik.